Rezus konflikt olan qadınlarda ümumiyyətlə biz hamiləliyi bu şəkildə aparırıq. Hamiləliyin 28-32-ci həftələri arasında rezus konflikt olan qadınlarda indirekt Coombs testinə baxırıq və indirekt Coombs testinin negativ gəldiyi durumda biz hamilələrə roqam dediyimiz bir iynə vururuq. Bu roqam iynəsi döldə həmin yaranan anticismlərə qarşı antiimmunoglobulindir. Yəni o anticismləri bir növ neytrallaşdıran bir iynədir. 28-32 həftələrdə bu iynəni vururuq və bütün hamilələrə, bütün negativ olan hamilələrə vururuq. Əslində, yəni uşağın qan qrupu pozitivdirsə bu anticismlər yaranır. Amma biz hər kəsə rutin vururuq. Çünki topluma baxacaq olursaq, toplumun 85%-də rezus müsbətdir qan qrupu, 15%-də rezus mənfidir. Ona görə də ana bətnindəki uşağı biz rezus müsbət qəbul edib roqam iynəsini vururuq. Bəzən əslində yəni bizim ana bətnində qan qrupunu öyrənmə gibi şansımız olsaydı, negativ olan dölün qan qrupu negativ olan hamilələrə bu iynəni vurmağa əslində ehtiyac yoxdur. Sadəcə olaraq müasir zamanda əslində bu dölün qan qrupunu öyrənmək mümkündür. Sadəcə olaraq bunlar maliyyəti çox yüksək testlər olduğuna görə bəli, rutin istifadə olunmur. Biz hamilələrə rutin 28-32-ci həftələr arasında qan uyuşmazlığı iynəsini vururuq. Ondan sonra bu iynənin qoruyuculuğu bir də qeyd edeyim ki 12 həftədir. Ona görə biz bunu 28 həftədə tətbiq edirik ki, normal doğumu təxminən 38-40 həftələr arasında doğum artıq başa çatmış olur. Əgər ki hamiləlik 40 həftənin üzərinə keçərsə, bəzi yayınlar var ki, bu iynənin təkrar ikinci dəfə təkrarlanmasını qeyd edən yayınlar da var, amma bu açıqcası rutin istifadə olunmur. Doktor, həkim bu iynələri vurduğu zaman tamam sağlam uşaq dünyaya gəlir, yəni o hamiləlikdə heç bir problemlə üzləşmir hamilə qadın? Bəli, adətən əgər ki əvvəlcədən immunizasiya getməyibsə, əvvəlcədən antikor, anticism yaranmayıbsa, hamiləlikdə hər hansı bir problem olmur.